Marnyoli'də Era Teatrının yeni səhnə işi Qaranlıq Xətt tamaşasının premyerası keçirilib. Tamaşanın və layihənin həyata keçirilməsinə Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyi dəstək göstərib. Psixoloji dram və detektiv janrında təqdim olunan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Anar Rafiqoğludur. Tamaşada aktyorlar Elnur Vəlizadə və İsmət Fərzəliyev çıxış ediblər. Anar Rafiqoğlu bildirib ki, Qaranlıq Xətt tamaşası regionlarda teatr mədəniyyətinin təbliği və inkişafı layihəsi çərçivəsində ərsəyə gəlib. Rejissorun sözlərinə görə gözləntilər yüksək idi və nəticə ümidləri doğrultdu. Bugün Era Teatrının yeni tamaşası Qaranlıq Xəttin premyerası Marnyoli'də baş tutdu. Layihəmiz regionlarda teatr mədəniyyətinin təbliği və inkişafı layihəsi çərçivəsində baş tutdu və bu layihənin, eləcə də tamaşamızın dəstəkçisi Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyidir. Tamaşanın hazırlıq prosesi digər pyeslərdən, tamaşalarımızdan biraz fərqləndi açıqcası. Çünki ilk dəfə idi ki, həm Era Teatrında, həm də mənim özüm üçün də ilk dəfə idi ki, detektiv janrında bir pyeslə səhnəyə çıxırdıq. Və bu personajın biraz dərinliyini yaşamaq zaman aldı. O şəxsin necə həyat sürdüyünü anlamaq üçün bəzən elə olurdu ki, o geyimlərlə, o aksesuarlarla vaxt keçirmək lazım olurdu. O ruh halına bürünmək üçün fərqli metodlardan istifadə edik. Anar Rafiqoğlu'nun da bu əsərlə də görmüş ki, qələmə həqiqətən də gözəl bir əsər çıxarıb ortaya və rol partnyorum İsmət Fərzəliyev haqqında da onu qeyd eləmək istəyirəm ki, ilk səhnə iş olmasına baxmayaraq gözəl performans sərgilədiyini düşünürəm. Gələn qonaqlara da təşəkkür edirəm.